Azərbaycanın milli qəhrəmanı, Xocalı həqiqətlərini dünyaya çatdıran, öz ölümünü lentə alan jurnalist Çingiz Mustafayev 1960-cı il avqustun 29-u Həştərxan vilayətinin Kapustin Yar kəndində hərbçi ailəsində anadan olur. 4 yaşında ailəsi ilə birlikdə Bakıya köçür. Atası onun hərbçi olmasını istədiyi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyə göndərir. Lakin Çingiz bir neçə ildən sonra liseyi tərk edib orta məktəbə daxil olur. Təhsilini Azərbaycan Tibb İnstitutunda davam etdirir. 3 il Dəvəçi rayonunda həkim işləyir. Daha sonra İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir. Dövrün yenilikçi gənclərindən olan Çingiz 1981-ci ildə Light DJ və 3M qruplarını yaradır. Eyni zamanda Sevinç adlı kiçik kafe açır. Azərbaycanın ilk DJ-yi olan Çingiz, Azərbaycanda ilk disko klubun yaradıcısı. 1983-cü ildə Ozan qrupu ilə birlikdə ifa etdiyi Dünənki keçdi mahnısı ilk Azərbaycan repidir. 1985-ci ildə yaratdığı cəngi birliyi gənclər arasında şöhrətlənir. Bir neçə il Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olsa da, 1990-cı ildə Rəfiqə xanımla ailə qurur. Bu evlilikdən Fuad adlı oğlu dünyaya gəlir. Jurnalistikaya meyli olduğu üçün 1990-cı ildə dövlət televiziyasında çalışmağa başlayır. Efirdə eksprompt, cümə axşamı verilişlərini, gənclik estrada tamaşasını təşkil edir. Lakin fəaliyyət dairəsini genişləndirmək üçün tezliklə televiziyadan ayrılıb, müstəqil jurnalist kimi çalışmağa başlayır. 215 Qayıl studiyasını yaradı. Çingiz bir qayda olaraq cəbhədən reportaj hazırladığına görə tamaşaçılar studiyanı məhz müharibə xəbərləri verən telequrum kimi qəbul edirdi. Müharibə dövründə Qarabağa yollanır, döyüş bölgələrində hərbi jurnalist kimi çalışır. 8 ay ərzində Qarabağ müharibəsindən 18 sənədli film çəkir. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun jurnalist fəaliyyətini əhatə edirdi. O, təkcə Azərbaycan üçün yox, həm də ABC News üçün reportajlar hazırlayırdı. Şübhəsiz ki, Çingiz Mustafayevin ən böyük xidməti Xocalı həqiqətlərinin dünyaya çatdırılması olur. Xarici jurnalistlər Xocalıda çəkiliş aparsalar da, hadisənin əslində necə baş verdiyini işıqlandırmırdılar. İlk dəfə məhz Çingiz Mustafayev Xocalı soyqırımını lentə alıb işıqlandırır. Üzünü qaldı. Qaldır üzünü. 1992-ci il iyunun 15-i Xocalının Naxçıvanlı kəndində gedən döyüşləri lentə alarkən qəlpə zərbəsindən həlak olur. Nəşi Bakıda Şəhidlər Xiyabanında dəfn edilir. 1992-ci ilin noyabrında ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülür. Bakıda yaşadığı binanın önünə barelyefi vurulur. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvalandakı istirahət güşəsi, Bakı küçələrindən biri, Şabranda Park, 2000-ci ildə fəth olunan Şahdağın 4062 metr hündürlükdəki zirvəsi onun adını daşıyır.